Həzrət Əleyhisselam buyurur ki, mən bütün səmavi kitabları oxudum və bu səmavi kitablardan bir neçə cümləni özümdə yaddaş etdim və hər gün həmin cümlələri xatırlayıram. Və həmin sözlərdən biri budur ki, Allah Teala buyurur ki, ey mənim bəndəm, hamı səni özünə görə çox istəyir. Mən isə səni, sənin özünə görə çox istəyirəm. Çünki sənin xaliqin mənəm, sənin yaradanın mənəm. Bəndə günah edərkən Allahdan uzaqlaşmış olur və Allah bəndənin günahına görə narahat olur. Allahın narahatlığı budur ki, Allah ki insanı yaradıb öz ecazkar əsəri bilir və bəndə Allahdan uzaqlaşanda şeytan həmin ecazkar əsəri, həmin dəyərli bir varlığı Allahdan uğurlamış olur. Allah Teala isə buyurur ki, mənim bəndəm, sən mənimsən, şeytanın deyilsən ki, onun vəsvəsələrinə uyarsan. Amma bununla belə, əgər mənim bəndəm məndən uzaqlaşdınsa, yenə gəlsən mən sənə qucaq asarım.